fərqlilikdir. Neyroinkişaf pozuntusunun fərqli bir yanaşmadır. Autizm olan uşaqlarda bunlar səbəbləri haqqında zaten sizlərlə danışacağıq. Amma autizm odur ki, yəni beyin strukturu onların beyni bizimkindən fərqli formada olur. Onların məlumatları almağı, emal etməyi, anlamağı bizimkindən biraz daha fərqli olur. Yəni ki, onlar bizim gördüyümüz kimi biz görürük, tam mənada başa düşürük. Onlar isə onu görmədə, analiz etmədə, anlamaqda, onları emal etməkdə daha fərqli çətinliklərlə qarşılaşırlar. Buna görə də autizm neyroinkişaf pozuntusu olaraq bilinir. Dünyada autizm üzərində bir çox mitlər mövcuddur, bir çox yanlış anlaşılmalar mövcuddur. Və yaxud da ki, autizmin əlamətləri və yaxud da ki, autizm olan uşaqlardakı yaşanan hallarla bəzən olur ki, sıxıntılar yaşanılır. Bunlara da aydınlıq gətirəcəyik sizlərlə. Autizm əsasən dəyərləndirməsi DSM-5 üzərindən dünya səviyyən Avropa, Amerikanın təsdiqlədiyi bir proqram var ki, oradakı xüsusiyyətlərə uyğun dəyərləndirmə və diaqnostika aparılır və burada əsasən 2 meyar üstün götürülür. Burada bir uşaqlardakı məhdud bir anlayış, məhdud təkrarlayıcı davranışlar və onların nitqi ilə bağlı olan problemlər, təkrar nitqi və yaxud da heç olmamağı və yaxud da ki, az olmağı ilə qarşılaşırlar. Burada autizmdə bəzən olur ki, spektr nədir sualı ilə qabaqlaşırıq ki, niyə autizm spektr pozuntusu deyilir? Buna da aydınlıq gətirək sizinlə. Spektr mənası odur ki, yəni ki, bu uşaqların müxtəlif yelpazədən, müxtəlif səviyyələrdə dəyərləndirmək deməkdir. Yəni ki, biz bir uşağa autizm deyiriksə, yəni ki, bütün autistlər eyni səviyyədə və yaxud da ki, eyni xüsusiyyətlərə malik olmurlar. Hər birinin özünün həm inkişaf səviyyələri olur, həm inkişaf gedişatları olur ki, onlar müxtəlif həm səviyyələrdə olurlar və onların prinsipləri də fərqli olur. Hər uşaq fərqli inkişaf xüsusiyyətlərinə malikdir. Bəzi autistik uşaqlar var ki, onlar daha tez belə deyək ki, geri dönüş verirlər, daha tez nitqi açılır, inkişafları daha sürətli gedir, bəziləri isə daha ağır formada olur. Yəni buna görə də onların hər birini bir xətt üzrə dəyərləndirmək düzgün olmadığı üçün spektr pozuntusundan istifadə olunur. Autizm spektr pozuntusu. Yəni spektr varsa bu yüngül səviyyədə də ola bilər, orta səviyyədə də ola bilər, ağırlaşmış səviyyədə də ola bilər. Əsasən autizmi 3 səviyyədə dəyərləndirirlər. Bunlar ilkin səviyyə olan uşaqlar, orta səviyyə olan uşaqlar, ağır səviyyə olan uşaqlardır. İlkin səviyyədə olan uşaqlara nisbətən köməklik dəstək lazım olur. Bu uşaqlara onlara bir çox şey öyrətmək olurlar. Onlar yaşıdları səviyyələrində məktəblərə gedə bilirlər, idarə etmə, ünsiyyətli ola bilmə bacarıqlarına malik olurlar. Orta səviyyədə olan uşaqlarda isə daha ciddi dəstəyə ehtiyac duyulur. Onların gedişatında daha çox təkana ehtiyac duyurlar, daha çox vaxt tələb olunur. Amma onlar da irəli gedə bilirlər. Onlar da müəyyən bir səviyyədə həm nitq qazanırlar, kommunikasiya xüsusiyyətləri inkişaf etmiş ola bilir. Onlar da müəyyən bir səviyyədə artıq özlərini ifadə etmə bacarıqlarına formalaşırlar. Üçüncü səviyyədə autizm olan uşaqlarda isə bu uşaqların daha ciddi həm nəzarətə ehtiyacı olurlar, həm təlimlərə ehtiyacları olurlar, həm də ki, onlar daha çox dəstək ehtiyac duyurlar. Autizmi dəyərləndirərkən biz dedik ki, bunların səviyyələri olur. Autizmin ilkin əlamətlərini biz 18 ayla 24 ay arasında artıq bu əlamətləri biz hiss eləyə bilirik. Burada əsasən valideynlərin məsuliyyətli olmalıdırlar ki, bu əlamətlər nələrdən ibarətdir və nələrə diqqət yetirmək lazımdır. Əsasən ilk 18 ay, 24 ay aralığında olan uşaqlarda bir emosiyalardan az istifadə olunması, onlara olunan emosiyalara geri dönüşlərin az olmasıdır, hər hansı bir sevinəndə təkrarlayıcı hərəkətlərinin istifadə etməsidir və yaxud da ki, ətrafında baş verən insanlara daha duyğusuz, daha emosiyasız, yəni standart, yəni insanlar o uşaq reaksiya verməlidir, gülməlidir, hərəkət etməlidir. Bunlar daha belə spontan bir formada olurlar ki, onlar daha az reaksiya verirlər. Elektronik əşyalara daha çox maraqlı olurlar, təkrarlayıcı hərəkətlərə daha çox meyil göstərirlər. Yəni normal uşaqlarımız götürürlər, hər hansı bir maşınla sürürlər və yaxud da ki, oyun oynayırlar, sizin oynadığınız oyunlara reaksiya verirlər. Amma autizm əlamətləri olan uşaqlarda isə bunlar əksərən görülmür və yaxud da ki, çox az görülür, çox retki görsənir. Uşaq olur ki, televizora baxır, biz buna sevinirik, gülürük və yaxud da ki, bu uşaq
belə çırpınma hərəkətləri göstərməyə başlayır. Onu çağırırsınız, o sizə geri dönüş reaksiyaları vermir ki, bu da avtizmin əsas əlamətlərindən biri də adına reaksiyanın zəif olması. Yəni, bu yaş devirlərində artıq siz onu duymalı və hiss eləməlisiniz ki, sizin uşağınızda nəsə bir problem var. Yəni, bunu da əsasən bir mütəxəssislə yaxınlaşaraq, daha çox əsasən nevropatoloqdan və yaxud da ki, psixiatrdan və yaxud da ki, güvəndiyiniz bir şəxslə yaxınlaşırsınız ki, mən uşağımdakı narahatçılıqlar məni narahat edir, yəni bu kimi əlamətləri mən görmüşəm və bunlar məni narahat edir. Autizm diaqnozunu ancaq həkimlər tərəfindən qoyula bilir, bunu da diqqətinizə çatdırım. Ancaq siz çox yaxşı savadlı psixoloq, psixopedaqoqlardan, logopedlərdən də məsləhətlər ala bilərsiniz. Zaten onlar da əgər işinə peşəkaridirsə, sizi bir mütləq ki, həkimə yönləndirəcəklər ki, həkim nəzarəti altında işlənilməlidir. Burada autizmin əlamətlərindən danışdıq, elə bunlara əlavə bir-iki xüsusiyyətlərini də qeyd edib. Bu uşaqlarda dedik, adına reaksiyaları zəif olurlar, onlar təkrarlayıcı hərəkətləri olurlar, oyuncaqları məqsəd yönlü istifadə etmirlər, onların ilişməkləri təkrarlayıcı ilişən, onlar məsələn, əgər bu yolla getməyi öyrəniblər, müəyyən bir xətt üzrə öyrəşirlərsə, o dəyişiklik onlar üçün narahatçılıq doğurur. Məsələn, mən öz praktikamla nümunə vermək istəyərəm sizə ki, bəzi uşaqlar olur ki, onlar gəlirlər, məsələn, otağa daxil olanda orada müəyyən xətt çizgilər olur, nəsə naxışlar olur. Onlar, məsələn, qapının ağzında taxta deyək, o keçid olur. Yəni, bir uşaq var idi ki, öyrənmişdi, heç o taxtanın üstünə basmazdı. Yəni, o gəlirdi, orada adlayıb xüsusilə keçirdi ki, onu mən üstünə basmayayım. Və yaxud uşaq olur ki, hər zaman yolun bu yanından gedir, ana onu bu tərəfə keçirəndə artıq o təşvişə qatılır ki, yox, öyrəndiyim yolla getməliyəm. Yəni, onlar mütləq ki, çalışırlar ki, öz rutinlərindən kənara çıxmasınlar. Onlar rutinlərindən kənara çıxarsa, artıq onlarda təşviş yaranır, narahatçılıq daha çoxalmağa başlayır. Yəni, bu xüsusiyyətlər o uşaqlarda olur. Və yaxud da ki, onlar öyrənirlər ki, daim əgər mama ilə gedirəmsə bu yerə, məsələn, marketə mama ilə gedirəmsə, hər dəfə mama ilə getmişəm, başqa bir adamla gedəndə artıq narahat olur ki, mama mənim yanımda olmalıdır. Yəni, onlar rutinlərindən kənar çıxanda, özlərini diskomfort hiss edirlər və narahatlığına səbəb olur. Və autizm olan uşaqlarda özlərini diskomfort hiss edildikdə onlarda olan simptomlar daha aşırı dərəcədə, daha həssas formada özünü göstərə bilər. Yəni ki, bu da normaldır ki, onlar o rutinlərindən çıxmağa çətinlik çəkirlər. Bunlar təbii ki də terapiyalarla, müəyyən terapiyalarla təbii ki də aradan qaldırıla bilən səbəblərdir. Bundan əlavə isə autizmin dedik göz kontaktı zəif olur və yaxud da ki, ümumiyyətlə göz kontaktına girmək istəmirlər. Yəni, onlar insanların gözünə baxanda sanki insan günəşə baxarmış kimi çox belə çətinlik çəkirlər ki, kiminsə gözünə baxsınlar və ondan kontakt qursunlar, hansısa sözü qeyd eləsinlər, danışsınlar. Bu, onlar üçün böyük bir çətinlik yaradır. Göz kontaktı ümumiyyətlə ya çox zəif olur və yaxud ümumiyyətlə olmur, amma onu da qeyd edeyim ki, müəyyən bir səviyyədə olan autistik uşaqlar var ki, onlarda göz kontaktında çətinlik olmur. Yəni, necə ki, onlar bizlə ünsiyyətə girə bilər, özlərinin maraq dairəsində olduğu müddətdə bizlə göz kontaktına girə bilər, amma maraq dairəsi bitən kimi onlar yenə gözlərini yayındırmağa çalışırlar, diqqətlərini digər bir əşyaya yönəltməyə çalışırlar. Yəni, bunlarla qarşılaşmışıq. Digər əlamət isə sosial və kommunikasiya problemləridir. Kommunikasiya problemləri dedikdə nədir? Burada nitq inkişafı, nitqin düzgün inkişaf etdirilməsi nəzərdə tutulur. Yəni, bu uşaqlarda əsasən nitq tez açılır. Bəzən əgər valideyn buna nəzarət etməzsə və yaxud da düzgün metodla işlənilməzsə, nitq vaxtında açılması daha ağır fəsadlar törədə bilir. Yəni, bu olur ki, uşaq düzdür, valideyn hiss edir ki, uşağında narahatçılıq var, amma düzgün terapiyalar almadıqsa, düzgün işlənilmədikdə, o uşaqda artıq nitq daha passiv qalır, aktivləşir, aktiv nitqdən və cəmiyyətdəki o sosial qarşılıqlı əlaqələrdə o əlaqəli nitq, rabitəli nitqi itirmiş olurlar. Ona görə də çalışmaq lazımdır ki, erkən diaqnoz nə qədər erkən olarsa, bir o qədər onun gələcəyinə müsbət təsir göstərə bilər. Bunlar nədir? Bu, bizim kommunikasiyalarımız, nitq inkişafımız bildiyimiz kimi artıq 1 yaşımızda formalaşmağa başlayır, 1 yaşında artıq sözlər deməyə başlayır, artıq onlarda nitqə ehtiyat daha çox almağa başlayır, mən formalaşmağa başlayır, sözləri hər aydan aya və 2 yaşına kimi cümlə qurmaq seviyəsinə qədər inkişaf etdirə bilirlər. Lakin autizm olan uşaqlarda isə biraz daha ləng başlayır. Əgər erkən müdaxilə olunarsa, erkən diaqnoz qoyularsa və vaxtında işə başlanılarsa, bu uşaqların nitqi də vaxtında açıla bilir və onlar daha müsbət, onlar irəli yaş qruplarında daha yaxşı nəticələr əldə etməyi bacarırlar.
Buna görə də buna da xüsusi diqqət yetirmək lazımdır. Bundan başqa isə uşaqlarda kiçik motor bacarıqlarının inkişafına da xüsusi diqqət yetirmək lazımdır. Yəni ki, təcrübədən də görünür ki, bu uşaqlar istər kiçik yaş dövrlərində, istər orta və yaxud da ki, böyük yaş dövrlərində əgər kiçik motorikasına xüsusi diqqət yetirilməyibsə, bu uşaqlarda yenə də onlar həm qarşılıqlı oyunlarda, həm məktəb dövrlərində çətinliklə qarşılaşırlar. Yazmaq olsun, şəkil rəngləmə olsun, qayçı ilə kəsmə kimi bəzi kiçik motorikanın inkişaf elətdirən xüsusiyyətlər vardır ki, bu kiçik motorika ümumiyyətlə önəmlidir. Yəni, kiçik motorikamız nə qədər inkişaf edərsə, bizim o qədər diqqətimiz daha yaxşı formalaşa bilir. Biz qarşılıqlı ülkədə daha yaxşı iştirak edə bilirik, yəni qarşılıqlı oyunlarda oynaya bilirik, onlarda iştirak edə bilirik. Bundan əlavə isə bu həm də ki, kiçik yaş dövrlərində həm oyun şəraitinə uşaqlara müsbət təsir göstərir, həm də ki, böyük yaş dövrlərində artıq həm qrup oyunlarında, məktəb yaş dövrlərində məktəbdə yazı vərdişlərinə, səbirli olmaqlarına, ardıcıllıqları izləməklərinə müsbət təsir göstərir. Bundan əlavə isə onların kiçik motorikasının inkişafı ortaq bacarıqlarına, insanlarla ortaq hər hansı bir fəaliyyətlərdə iştirak etmələrinə də dəstək göstərir. Yəni, əgər uşaq gəlirsə, hər hansısa bir kiçik motorikanı inkişaf etdirən bir oyunlarda iştirak etmək istəmirsə, demək ki, onun diqqətində problem var ki, o diqqətini ora cəmləyib, o oyunu davam elətdirməyi bacarmır və yaxud da ki, o istəmir ki, açsın, bağlansın. Yəni, bu onun öz təməl bacarıqlarına da təsir göstərir ki, o özünə ehtiyac duymadıqda, məsələn, hansısa bir su qabını açmalıdır, bir su butulkasını açmalıdır. Motorika inkişaf etmədikdə artıq bu bədəndə də passivlik yaradır və digər insanların köməyinə daha çox ehtiyac duyur. Ona görə bu təməl bacarıqları da mənfi təsir göstərir ki, onların özlərini, belə deyək, öz bacarıqlarını da inkişaf elətdirsin. Həm geyim soyunmadır, həm şəxsi təmizlikləridir, həm yemək bacarıqlarıdır, qaşığı tutmaqdır, fərdi yeməyidir. Yəni, bunların hər birinə təsir göstərir. Ona görə də bu uşaqlarda ilkin işləmə sinir haqqında da danışacaq, amma motorikada onların inkişafına müsbət təsir göstərir. Ümumi inkişafına da göstərir. Yəni, bundan əlavə həm bu uşaqlarda böyük motor bacarıqları və kiçik motor bacarıqlarında xüsusilə işləmək və irəli gətirmək lazımdır. Bundan əlavə isə bu uşaqlarda biz dedik ki, nitq inkişafından əlavə isə bu uşaqlardakı sensor problemlərlə də qarşılaşırıq ki, sensor problemlər nədir? Bu duyğu üzvləri ilə bağlı olan problemlərdir ki, bu uşaqlar səsə qarşı aşırı həssas ola bilirlər, işığa qarşı aşırı həssas ola bilirlər, məsələn, çoxlu insan olan yerlərdə, haküylü yerlərə qarşı reaksiya verə bilərlər, toxunmağa qarşı həssas ola bilərlər ki, bəziləri toxunmağı sevmirlər, aşırı sevmək, sığallamaq, öpmək, qucaqlamaq kimi toxunsal həssaslıqları da olur ki, onlar sevmirlər ki, kimsə gəlsin, onları qucaqlasın, öpsün, qayğı göstərsin. Bu kimi toxunsal və və yaxud da ki, onlar bəzən olur ki, yemək seçiciliyi də olur. Yəni, bu daha çox sıx rastlanan bir problemdir ki, avizm olan uşaqların yemək seçiciliyi olur. Yəni, onlar sevirlər, onların, belə deyək də, sevdiyi yeməklər olur, ancaq onları yeməyə çalışırlar ki, mənim sevdiklərim budur, bunlardan yemək istəyirəm. Bu kimi, burada da valideynlər biraz daha həssas olmalıdır ki, onların həm qida rasionu düzgün olmalıdır ki, həm inkişafları normal geçsin. Çünki aşırı dərəcədə abur-cubur yeyənlər, qeyri-etik qidalar qəbul edən uşaqlarda sinir sisteminə də təsir göstərir ki, bu da onların davranışlarına mənfi təsir göstərir, bağırsaq sisteminə təsir göstərir. Buna görə də onlara xüsusi yemək rejimlərinə də, o yemək seçiciliyinə də qarşı duyusal həssaslıq olan, yəni bunlar bəzən ki, olur ki, terapiya müddətində diqqətdən kənar qalırlar, amma bunların da uşağın üzərindəki rolu tanınmazdır, təxirə salınmazdır ki, onların da üzərində işləmək lazımdır. Bundan əlavə isə uşaqlarda göz kontaktının biraz pratik yönündə də danışmaq istəyirəm ki, biz bu günə kimi hal-hazırda danışdığımız bu məlumatlardan necə işləməliyik, necə yanaşmalıyıq, nələrə diqqət yetirməliyik. Dedik ki, o rutinləri sevir, yəni o eyniliyi də sevir, eynilikdən kənara çıxmamağı da sevir. Buna görə ilkin əgər bu uşaq bizə müraciət eləyirsə, artıq buna diaqnoz təsdiq olunubdur ki, autism spektri pozuntusu əlamətləri var. Olaraq biz uşağı qəbul etdikdə onun hansı səviyyədə olduğunu təyin etməliyik. Yəni, biz peşəkar bir psixoloq, yəni uşağı zaten görür, onun əlamətlərindən bilir ki, bu hansı səviyyədədir. Amma valideynin də bunu izləyə bilməsi üçün xüsusi testlərdən istifadə olunur ki, mənim uşağım hal-hazırda autizmin hansı səviyyəsində, hansı bacarıqlarına yiyələnibdir və gələcəkdə ona
proqram təyin olunur ki, biz bir il ərzində bizim qarşılaşmaq istədiyimiz nələrdir, əldə etmək istədiyimiz nəticələr nələrdir və bu test nəticəsində də valideyn daha arxayın ola bilir ki, mənim uşağımda bu kimi mənfiliklər var, biz burada artıq minusa düşmüşük, bunlar bizim pluslarımızdır. Biz bu gedişatla valideyn deyə bilir ki, mən bilirəm ki, artıq nəyə fokuslanmalıyım, nəyin üzərində işləməliyim. Əgər uşaq bizə müraciət edibsə və bu uşaqda göz kontaktı ümumiyyətlə baxırıq ki, yoxdur, diqqət dağınıqlığı çoxdur, həssaslığı var, səsə qarşı reaksiya həssaslığı var və yaxud da ki, davranışında da mənfiliklər ola bilər. Bəzi uşaqlarda aşırı aqressiv olurlar, qışqırmağa meyilli olurlar, vurmağa, qış atmağa kimi mənfi davranışlara da onlar meyilli olurlar. Ona görə biz uşağı birinci özümüz qəbul etdik. Baxırıq ki, ilk olaraq çox vaxtı uşaqlarda göz kontaktı zəif olur. Birinci, əgər uşağın göz kontaktı formalaşmayıbsa, siz o uşağa və yaxud da hansısa bir mütəxəssis olsun, o uşağa nəyisə öyrətmək istəməyi boşa bir çabadır. Yəni ki, əgər o uşaq sizə baxmırsa, sizi görmürsə, sizi duymursa, demək siz orada özünüzü öldürün ki, belə bunu elə, bunu götür, bunu qoy, onun dünyası üçün o vacib bir şey deyil. Biz birinci onun dünyasına daxil olmağı bacarmalıyıq. Onun dünyasına daxil olandan sonra, o bizi görəndən sonra, o bizi eşidəndən sonra, biz artıq hansısa bir terapiyadan, hansısa bir üsuldan danışa bilərik. Əgər o bizi görmürsə, duymursa, gəl bunu məcbur götür, yığ, bunu götür, tax kimi məcburiyyətlər uşaqları daha nəinki irəli gətirməyinə köməklik göstərir. Ona görə də ilkin mən öz praktikamdan deyə bilərəm ki, bu uşaqlarda ilkin biz onların dünyasına daxil olmağı bacarmalıyıq. O göz kontaktını yaratmalıyıq, o diqqəti formalaşdırmalıyıq, ortaq diqqətimiz formalaşmalıdır. Ondan sonra biz başlayırıq, davranışları düzəlməlidir ki, sensor problemləri varsa onlar aradan qalxmalıdır. Ondan sonra artıq biz nitq inkişafı, kommunikasiya inkişafı üzərində danışa bilərik. Bu kimi problemlər aradan qalxandan sonra artıq biz uşaqlarda nitqin inkişafına, özünü ifadə bacarıqlarının inkişafına, sosial inkişafına, öz bacarıqlarına hamısının üzərində işləməyə başlaya bilərik. Yəni, bu mərhələli şəkildə və sistemli şəkildə getməlidir. Bəzən olur ki, valideynlər də biraz deyirlər ki, bəs bu nə vaxt olacaq, necə olacaq? İrəliləyiş uşağın həm özündən asılıdır, uşağın potensialından asılıdır ki, uşaq var ki, işi biraz daha rahat gedir. Uşaq var ki, onda olan yanaşı problemlər olur. Hansı ki, o saydığımız diqqət əksikliyidir, aktivlikdir, davranış kimi, cəhət kimi. Yəni, bəzi autizm uşaqlar autizmlə yanaşı bu uşaqlarda diqqət əksikliyi, hiperaktivlik və impulsivlik olur və yaxud da ki, davranış pozuntusu olur və yaxud da ki, bu uşaqlarda ümumi ləngiməsi, yəni əqli geriliyi, intellekt zəifliyi də olur. Yəni, bu problemlərlə yanaşı olduqda artıq bizim nəticələrimiz biraz daha həm gec ola bilər, həm də ki, daha biraz zaman ala bilər. Yəni, burada valideynlər də biraz səbirli olmalıdır. Biz göz kontaktımızı əldə etdik. Göz kontaktını qurmaq üçün uşaqlara bir-iki asan metodlar deyəcəm sizə. Əgər ətrafınızda varsa və yaxud da ki, sizin üçün maraqlıdırsa. Demək, əgər uşaq bizi duymursa, görmürsə, yəni bu uşaqlar əsasən bir saniyə belə baxa bilmirlər. Məsələn, belə baxır, göz gedir, belə baxır, gözü gedir, fırlanır, axtarır, bir yerə diqqət odaqları olmur. Bunu götürdü, baxdı, atdı, onu götürdü, baxdı, atdı kimi orada dağıdacaq, bunu atacaq, bu kimi davamsızlıqları daha çox olur. Buna görə də adaptasiya devrini keçirdəndən sonra, artıq sizin otağa örgəşəndən sonra, çünki o yeni bir mühitdir, yeni otaqdır, yeni əşyalardır. Bu uşaq zaten bu xaotik bir şeydir ki, yeni bir ortama düşür. Oranı araşdırmalıdır, kəşf eləməlidir, öyrənməlidir. Bu prosesləri keçəndən sonra uşağı hər dəfə, hər təlimatında adı ilə səslənirsiniz. Məsələn, uşağınızın adı olsun, tutaq ki, Orxan, siz ona hər hansısa bir təlimatı vermək istəyirsiniz və ona nəyisə aşılamaq istəyirsiniz, hər dəfə adınla səslənirsiniz. Orxan, mən buradayam, sənə yemək verəcəm. Orxan deyib gözləyirsiniz. Uşaq sizə yönələndən sonra siz onun istədiyini ona verirsiniz. Və yaxud da ki, yəni gündəlik həyatda da bunu istifadə edə bilərsiniz ki, adınla səslənirsiniz, amma mütləq ki, adınla səsləməlisiniz. Yəni, adını demədən o uşağa hansısa yedizdirdim, geyindirdim, soyundurdum, yuduzdurdum, yatızdırdım. Yəni, bu onun üçün bir mənasız bir şeydir. Yəni ki, hamısı xaotik olur, bunun əvəzinə gedir. Amma siz onun özünə müraciət edirsiniz, özündən tələb edirsiniz ki, Orxan, mənə bax, indi yeyirik, Orxan, mənə bax, indi geyinirik. Bu formada siz onun göz kontaktını nisbətən formalaşdıra bilərsiniz və bunu özünüz ölçə də bilərsiniz ki, ev şəraitində çox asandır. Yəni, mənə bax, sayırsınız, 1, 2, 3, 4, biraz əyləncəli eləyirsiniz ki, onun diqqəti sizdə qalsın. Göz mahnı tipli eləyə bilərsiniz.
və yaxud da ki, oyun tipli də eləyə bilərsiniz. Saniyələr artdıqca görəcəksiniz ki, artıq onun diqqəti də biraz daha stabilləşməyə başladı, daha yaxşı sizi eşitməyə və gözləməyə başladı ki, bu davranış terapiyaları da keçilir, davranışda daha stabilləşməyə başlayır, daha sakitləşməyə başlayır. Artıq bu problemlər həll olunandan sonra, diqqət əksiliyi həll olunandan sonra davranış pozuntuları, sensor problemləri yavaş-yavaş artıq bu uşaqda üzərində işləməyə başlayırıq. Nitq üzərində işləyəndə bizim əsas məqsədimiz bu uşaqlar nitqdən öncə tanıma gəlir. Yəni, uşaq tanımalıdır ki, bu əşyadır, yəni ki, bu əşyanı tanımalıdır ki, bu nədir? Yəni ki, o məcbur olunmamalıdır. Birinci, bəzən olur ki, qarşılaşdırıq çox təəssüf ki, uşaqlar gəlibdir, o uşaqlara o qədər çox baza yüklənir. O uşaq beyin dolur və bilmir ki, hansıyla başlamalıdır. Ona görə də sistemli olmalı. Yəni, bu uşaqlarda ümumiyyətlə bütün nə öyrədilirsə, onların həyatına nə əlavə olunursa, bu sistemli şəkildə olmalıdır. Kaotik şəkildə nə isə öyrədirsinizsə, artıq onun beynində də o xaotiklik başlayır. Yəni, ona görə də birinci biz tanıdırıq, məsələn, onsuz meyvələr, onsuz əşyalar. Əgər bu uşaq bunları tanıyırsa, tanıyandan sonra artıq biz ondan həmən sözün adını tələb eləyə bilərik. Bu da hecalar formasında, imitasiyalar formasında olur ki, yəni birinci tutaq ki, olsun alma və yaxud da ki, olsun stul. Bu uşaq bunu tanımalıdır. Almanı göstər, stulu göstər. Bu qarşılığın içində də onu tanımalıdır. 6 dənə, 7 dənə şəklin içindən onu tapmalıdır, göstərməlidir ki, bu hansı əşyadır. Ondan sonra artıq imitasiyalara keçə bilərik. İmitasiyalar heyvan səslərindən, hansı əşyanın ilk hecasını deməklə bu formada nitqin ilkin təməlləri qoyulur. Artıq nitq atılmağa başladıqdan sonra söz ehtiyatı yaradılır. Söz ehtiyatı yaradılandan sonra isə artıq biz bu uşaqlarda söz bazasını çoxaldırıq, onların artıq nitq aktivləşməyə başlayır və yavaş-yavaş feillər, cümlələr bu formada inkişaf etməyə başlayır. Nitqimizin inkişafından sonra isə bizdə əsas gəlir analiz etmələrimiz, onlardan sosiallaşma, cümlə qurmaq, ətrafında sözlərini ifadə etmək, bu kimi digər əlamətlərin inkişaf yavaş-yavaş getməyə başlayır və gəlib çatırıq ki, bu problemlərlə yanaşı biz artıq hamısını mərhələli şəkildə həll elədik və bizim artıq gəldi oldu 6 yaşımız, biz gəldik çatdıq məktəbə qədər yaş qrupundan. Yəni, bu yaş qrupunda isə xüsusilə uşaqlarda ikinci çətin devr başlayır. Hansı ki, birinci çətin devrimimiz bizim nitqimizə və bu inkişafa qədər olan zamanımız deyil. Buradan sonra isə artıq yeni bir mərhələ başlayır və bu uşaqlar artıq təhsil həyatına hazırlanmalıdırlar. Onların artıq yeni bir məqsədləri olur ki, məktəbə adaptasiya keçməlidirlər. Əgər bu uşaqlardakı hazırlıq səviyyəsində bəzən olur ki, biraz daha gec hazır ola bilirlər. Yəni ki, artıq o 6 yaşında, o 7 yaşında, 6 yaşına çatdıra bilmirik, amma 7 yaşında nisbətən inklüziv təhsillə biz bu uşaqları məktəb həyatına daha yaxşı hazırlaya bilirik. Məktəb həyatında isə bizim əsasən diqqətli olduğumuz nöqtələr var ki, burada uşaqlara xüsusi yanaşma lazımdır, onlara xüsusi anlayış lazımdır. Valideynlər iki qat səbirli olmağı bacarmalıdırlar ki, bu devirdə uşaq həm sinifə öyrəşir, sinifdəki uşaqlara öyrəşir, həm müəlliməsinə alışmağa başlayır. Yəni, onların öyrənməli olduğu şeylər artmağa başlayır. Buna görə də bu uşaqlarla həm yanaşıb valideynlər və müəllimlər paralel şəkildə işləməlidir. Necə ki, bu devrə qədər pedaqoqu, logopedi, duyu bütünləməsi, psixoloqu, idmanı, davranış təlimçisi valideyn onlarla tədbir işləyirdirsə, artıq məktəb devrində də o öz müəlliməsinlə birlikdə paralel şəkildə işləməlidir ki, bu uşağı cəmiyyətə daha yaxşı qazandırmağı bacaraq. Əsasən uşaqlar məktəbdə əgər o problemlər həll olunmursa, məktəb həyatında qarşılaşırlar ki, o zəng səsləri olsun, uşaqlar olsun, orada onların stereotipləri arta bilər, onlar özlərini diskomfort hiss edə bilər. Buna görə də bu uşaqlarda ilkin xüsusi nələrə diqqət yetirmək lazımdır. Birinci tamında daha çox uşaqlarda yanında valideyn və yaxud da ki, köməkçi müəllim nəzdində olursa, onlara xüsusi dəstək göstərir ki, o sinifdə özünü daha rahat hiss eləsin. Kölgə müəllim deyirlər. Bundan köməkliyi ilə uşaqları məktəb həyatına daha yaxşı adaptasiya eləyirlər, daha rahat adaptasiya eləyirlər. Yəni, beləliklə də artıq biz onları cəmiyyətə qazandırmış oluruq ki, bu uşaqlardakı inkişaflarına müsbət təsir göstərir.
Bir də ki, cəmiyyətimizdə belə bir miflər var ki, bəzən olur ki, deyirlər ki, bunlar sırf autizmə aiddir ki, bu xüsusiyyətlər autizmdir, amma bəziləri mif olaraq qalır. Bunlardan hansılar bəzilərini qeyd eləmək istəyirəm. Bəzən olur ki, qarşılaşırıq ki, autizm keçicidir. Yəni və yaxud da ki, praktiki cəmiyyətdə uşaqlarla oynayanda valideynlər və yaxud da ki, cəmiyyətdə hər hansı bir insan görür ki, bu uşaqda belə bir narahatlıq var, öz uşağını çəkir. Yəni bu həmin uşağa qarşı haqsızlıqdır, həm valideynə qarşı ədalətsizlikdir. Və mənim də ən həssas olduğum nöqtələrdən də biridir ki, bu uşaqları cəmiyyətdən təcrid yox, biz onları cəmiyyətə qazandırmalıyıq. Yəni düşünülməsin ki, autizm keçicidir. Autizm keçid deyil ki, bu uşaqdan digərinə keçilsin. Bu autizm nevropsixoloji inkişaf psixoloji bir problemdir. Yəni bunun keçiciliyi yoxdur, o uşağın özündədir sadəcə. Və bundan başqa deyirlər ki, autizmlər düz autizmin davranışında problem olan uşaqlar olur, amma bu hamısına şamil edilmir. Yəni onların sevməyi, qucaqlamağı dedik ki, sevməyənləri var, eləcə də sevməyi, qucaqlaşmağı, öpməyi sevənləri də var. Yəni bu şərt o hamısına aid deyil ki, bu uşaqlar sevmirlər, qucaqlaşmırlar, amma çox mehriban, çox emosional, sevməyi, öpməyi, qucaqlayan uşaqlar da olur. Və yaxud da ki, autizm ancaq oğlanlarda rast gəlinir, xeyr, belə bir şey də yoxdur. Autizm düzdür, oğlanlarda rast gəlinmə daha çoxdur. Məsələn, 5 uşaqdan 4-ündə oğlandır, biri qızdırsa, amma qızlarda da rast gəlinən bir problemdir. Sadəcə oğlanlarda deyil, sadəcə oğlanlarda olma üstünlüyü daha çoxdur. Yəni, oğlanlarda daha tez-tez, daha çox rast gəlinən bir problemdir. Bundan əlavə isə bəzən olur ki, deyirlər, autizmlər olur, bəzən qarşılaşırıq ki, autizmlər emosiyalarını ifadə edə bilmirlər, öz emosiyalarını, öz düşüncələrini, öz hisslərini idarə edə bilmirlər, amma bu da bir mit olaraq qalır. Çünki autizm bəzilərində isə onlar öz emosiyalarını, öz sevinclərini çox yaxşı bir özə verirlər. Onlar öz istəklərini, öz sevinclərini və ya öz kədərlərini öz qarşıdakı insana keçirməyi bacara bilən uşaqlar olur. Bəzən olur deyirlər ki, autizm olan uşaqlar qısa yaşayırlar və yaxud da ki, ömürləri az olur. Bu da bir mifdir, yəni bu da bir yanlış bir məlumatdır. Xeyr, onlar çox sağlam və çox yaxşı belə uzun ömürlü uşaqlar və fərdlər olurlar. Autizm uşaqlarda bundan başqa isə sadəcə bəzilərində olur ki, onlar səsə qarşı reaksiya verirlər, əksəriyyətində deyək, amma bəzən də olur ki, bu uşaqlar əksinə, onlar xüsusi olaraq mahnıları çox sevirlər, musiqiləri çox sevirlər, əyləncəyi çox sevirlər. Yəni, bu da onların tipik xüsusiyyətlərinə aiddir. Bir şey də vurğulamaq istəyərdim ki, əgər ailədə yanaşma tərzi düzgündürsə, yəni ailədə o uşağa qarşı sevgi, qayğı, hörmət varsa, bu uşaqlarda əksərən, bəzilərində bir daha çox deyək, davranış pozuntuları, o aqressiyalar, o vurmaq, qışqırmaq kimi olan o göstəricilər ailə daxilində əgər sevgi mühiti varsa, qəbullanış varsa, düzgün inkişaf varsa, bu uşaqlarda saydığım o mənfi xüsusiyyətlər, mənfi davranışlar görsənmir. Çünki o ailədə sevgi görür və sevgini o formada da göstərməyə başlayır. Və ailədə sevgini hansı formada görürsə, cəmiyyətdə də o formada təqdim edir ki, məsələn, anası onu çox sevir, qucaqlayır, öpürsə, o da sevgisini öpməklə göstərir. O ola bilər ki, həyətdə gedir, hansı uşaq onu xoşlayırsa, onu sevirsə, qəbul edirsə, onu öpməyə çalışacaq, qucaqlamağa çalışacaq ki, yəni onun göstərisi sevgi göstərisi, sevgi dili budur. Yəni ona görə bu uşaqları dəyişməkdən daha çox onları qəbul edib, onların potensiallarına uyğun, onların xüsusi istedadlarına uyğun daha düzgün formalaşdırmaq lazımdır. Uşaqlar olur ki, həqiqətən onlar idmana çox maraqlı olurlar. Onlar böyüdükcə o maraq dairəsi, yəni bir şeyə maraq dairəsi varsa, onu ən yaxşı formada onlar icra edə bilirlər. Onlar idmanın hər şeyini daha yaxşı icra edəcəklər. Uşaqlar var, rəsmə aid çox gözəl maraqları olur və istedadları olur ki, bu uşaqları biz düzgün yönləndirəriksə, vaxtında düzgün istiqamətləndirəriksə, artıq onlar çox gözəl rəsmlər çəkə bilər, çox qəşəng şəkillər çəkə bilərlər və yaxud da musiqiyə aid hansısa bir sevgisi varsa, musiqi alətlərinə qarşı, yəni mənim özüm təcrübəmdə olmuşdu ki, bir uşaq var idi, artıq onun 7 yaşı var idi, nitqimiz 6 yaşında açılmışdı, yəni biraz gec açılmışdı, müraciət gec olunmuşdu, 6 yaş, 4-5 yaşında müraciət olunmuşdu, artıq 4-5 yaş aralığında biz işlədik, 6 yaşında o uşağın nitqi açılmağa başladı. Və onun hansı ki, o devrində musiqi alətlərinə hədsiz dərəcədə marağı var idi, oğlan uşağı idi.
və o 7 yaşında anasına sevirdi deyə ona musiqi alətləri almışdı. Evlərində demək olar ki, bir çox musiqi alətləri onlarda var idi. Pianinası, nağarası, gitarası və uşaq o qədər maraqlı idi ki, onun dünyası üçün o qədər maraqlı idi ki, o alətlər, o musiqi. Uşaq özü özlüyündən o bəzi alətləri artıq özü çalmağı öyrənmişdilər. Onları necə ifadə etməlidir, duyurdu, qulaq asırdı mahnıya və onu tətbiq etməyi bacarırdı. Başqa bir uşaq tezlə qabaqlaşdırıb, onun 12 yaşı var idi. O uşaq da gec bilmişdi, valideynin gec məlumatı olmuşdu. Onlar da terapiyalara gec başlamışlar, amma yenə də çox yaxşı bir uşaq idi, yəni sevgi dolu bir uşaq idi. O uşağın rəsmə marağı dəhşət çox idi. Yəni o istəyirdi ki, ancaq şəkil rəngləsin, özünü narahat istəyəndə şəkil çəkməklə özünü rahatladırdı və o sadəcə ancaq rəsmə qoymuşdu maması onu, o bilirdi ki, onun xüsusiyyəti odur və o getdi, o rəsmdə onun əsərlərini görürdük, onun çəkdiyi rəsmləri görürdük. Necə gözəl şəkillər çəkirdi, yəni onun üçün nümunə qoyurdular və o nümunəyə baxaraq çox gözəl şəkillər çəkməyi bacarırdı. Yəni şərt deyil ki, uşağa siz yükləyəsiniz, sizin istədiyiniz formada getsin, haradasa işləsin və yaxud da ki, haradasa onu nəyəsə məcbur eləmək. Siz uşağın potensialına baxmalısınız, onun inkişafına, onun gedişatına baxmalısınız. Maraq dairəsində onu sevən, ona xoş gələn nədirsə, siz onun güclü tərəflərini biraz daha gücləndirməlisiniz ki, o orada özünü daha rahat hiss edir. Yəni, rəsmə olan marağı olan bir uşağı siz gedib idmana qoysanız, o təbii ki də orada bir qarşılaşacaq və sevmədiyi bir məşğuliyyət olduğu üçün onda daha çox özünə qapanmalar olacaqdır, daha çox o agresiya göstərməyə başlayacaqdır, daha istəmədiyi şeylər olduğuna görə orada yəni nəticələri də olmayacaqdır, daha az nəticələr verməyə başlayacaq. Amma onun maraq dairəsini siz valideyn olaraq siz izləməlisiniz. Təbii ki də yaxından tanıyan bir mütəxəssis bu uşağı izləyən bir mütəxəssis o bilir ki, onun maraq dairəsi nədir və valideynə yol göstərə bilər ki, siz bu formada işləyə bilərsiniz. Onu da qeyd edeyim ki, autizmin müalicəsi yoxdur. Yəni, autizm müalicə ilə sağala bilən bir problem deyil. Autizmin əsasən ən vacibi erkən diaqnozdur, erkən müdaxilədir, təlimlərdir. Təlimlərin bir çox balları var ki, onlar üzərində işlənməlidir. Autizmdə müalicə var, yəni tibbi müalicə var, təbii ki də həkim nəzarəti altında. Bu müalicələrin əsas dəstəyi uşağın diqqətinin korreksiya etməyinə köməklikdir, agressiyasının sakitləşməsinə köməklik göstərir, onların impulsivliyinə təsir göstərir. Yəni ki, həkimin bizə verdiyi dəstək bəs daxil olur ki, həqiqətən çox agresiv bir uşaq olur. Yəni təlimlərə belə reaksiyalar verir. Lakin o həkimlə məsləhət aldıqdan sonra müalicələr əsasında artıq o uşağı daha sakitləşməyə başlayır, daha biraz diqqəti daha yaxşı olmağa başlayır, impulsivliyi azalmağa başlayır və götürülən təlimlərə daha tez geri dönüş eləyə bilir. Autizmin yaranma səbəbləri haqqında danışmalıyıq. Autizmin yaranma səbəblərindən də qısa bir məlumat verim sizə. Demək, autizmin yaranma səbəbləri hələ ki tam dəqiq olmasa da, çünki elmi araşdırmalar hələ ki davam edir. Əsas yaranma səbəbi hal-hazırda belə də genlər üzərində dayandırılır. 70-90% genlər üzərində dayandırılır. Sosial faktorlar ana bətnində olan hər hansı bir problemlərə də yanaşanlar. Sadəcə bir devr vardı ki, orada düşünülürdü ki, evləndiklərdən sonra uşağım çevrildi, dəyişdi və s. digər nəzəriyyələr olurdu. Bu heç bir elmi əsasını tapmamışdır. Yəni, peyvəndin autizmə səbəb olmağı elmi əsasını tapmamışdır. Əsasən genlərdən, uzaq keçmişdən gələn genlərin mutasiyaya uğramasından və 70-90% genlərin üzərində qalırlar. Digərlər ki, artıq sosial faktorlar, ana bətnində olan uşaqlardakı olan hər hansı ananın müəyyən maddələrdən istifadə etməsi, qeyri-sağlam hamiləlik yaşaması kimi nəzəriyyələrin üzərində də qalanlar var. Amma onu da deyə bilərik ki, əsasən bəli, autizmlər anadan gəlmə olur. Yəni ki, bunlar uşaqlarda artıq 1 yaş yarımlığından özünü büruzə verə bilir. Yəni ki, bu uşaqlarda artıq 18 ayın, 24 ayında siz onlarda olan əlamətləri hiss edə bilərsiniz. 1 yaşına kimi xeyr, sonradan yaranan deməzdim. Çünki bu genlərlə gələn bir problemdir. Yəni ki, bu uşaqlarda genetik faktor olmuyor. Yəni bu uşaq genlərində var. Sadəcə biz bunu daha sonra hiss edirik. Bəzən olur ki, 1 yaş yarımında, bəzən olur 2 yaşında özünü daha çox büruzə verməyə başlayır.
Bəzən olur ki, ailədə o qədər, belə deyək də, bu uşaqlara nəzarət güclüdür, daim valideyn onun üzərində işləyir və bu uşaq artıq normal inkişafı getməyə başlayır. Amma nəzarətsiz qalan, pedaqoji baxımsız qalan uşaqlarda isə bu ağırlaşa gedir. Artıq 2 yaşında, 3 yaşında baxırlar ki, hə, bu uşaqda müəyyən bir problem yarana bilir. Onlar daha çoxdur səbəbi. Oğlanlarda daha çox olmağının səbəbi, belə deyək də, düzdür. Oğlanlarda 5-in 4 nisbəti oğlanlarda daha çox olur. Bu da yenə də ki, oğlanlarda olan belə deyək də, qızlardan daha dirənçli tutulmanın səbəbi onların daha genetik olaraq fərqli olmağı və onların daha zəif olmaqları ilə də əlaqələndirilir. Sağaltmaq olurmu tam şəkildə? Bu tam şəkildə deməzdim, çünki bu sağalan keçən bir problem deyil. Yəni bu elə bir şeydir ki, uşaq ömür boyu onda hər hansısa bir daşıyıcı olur və uşağın burada biz necə deyim, onun hansı səviyyədə olduğunu təyin etməliyik ki, bu ağır səviyyədə, orta səviyyədə, yüngül səviyyədədirmi? Əgər ağır səviyyədədirsə, o uşaqlarda müəyyən qalıntılar qalır, müəyyən əlamətlər o uşaqlarda həyatı boyu daşıyıcısı olur. Onlar köməyə ehtiyacı duyur. Əgər yüngül səviyyədə olursa, biz onları vəziyyətdən daha yaxşı çıxarda bilirik. Özlərini idarə edə biləcək səviyyədə müəyyən sənət peşə öyrənə biləcək səviyyəyə gətirib çıxara bilirik. Amma %100 sağalma təəssüf ki, hələ ki belə bir elmi araşdırmanın nəticəsi yox. Yəni təlim görməlidirlər, təlimlərlə çox daha yaxşı səviyyələrə gəlib çata bilirlər. Amma onlar daha belə deyim, sən baxışını sualı tam görə bilmədim. Anadan gəlmə bütün dəqiq gözlərini. Çünki dediyiniz kimi sonradan qazanan qüsurlar sağalır. Bəli, bəzi qüsurlar vardır ki, anadan gəlmə olmur. Bu sonradan qazanılan problemlər olur ki, onların da bəziləri təlimlərlə, müalicələrlə sağaltmaq mümkün olur. Amma anadan gəlmə olan problemləri isə %100 sağalması olmur. Sadəcə erkən müdaxilə olmaz, erkən diaqnoz olunarsa, o uşaqları daha tez irəli gətirmək olur, daha yaxşı səviyyələrə çatdırmaq olur. Anadan gəlmə qüsurlar, baxır hansı qüsurdan söhbət gedir. Yəni ki, o qüsur nədir, hansı səviyyədədir, yenə də deyirəm, onlar əgər irəli gələr, onun o stadiyaları var da, ağır stadiyası var, yüngül, orta, uşağın potensialı var. Əgər uşağın işi gedirsə, məsələn, uşaq olur ki, nitq ləngiməsindən gəlir, nitq ləngiməsi sonradan qazanılıb, bu uşaqda necə ki, sonradan qazanılıbdır. Uşaq, məsələn, pedaqoji baxımsız qalıbdır, valideyn nəzarətindən kənarda qalıb, telefon, televizor, ekrana çox məruz qalıbdır və bunun nəticəsində o vaxt ötürüblər, o nitqin açılma vaxtı hansı ki, 18 aylığından, 1 yaşından, hətta 11-12 aylığından uşağın nitqi açılmalıdır, ekrana o qədər çox məruz qalıb, uşaq ləngiyibdir. Yəni, bu ləngiməni biz aradan qaldıra bilirik, onları daha yaxşı sağalda bilirik. Amma bəzi anadan gəlmə qüsurlar var ki, bu qüsurların da yenə də %100 sağalması olmur, amma bəzilərində olur. Elə şagirdlərlə ünsiyyət qura bilmədiyimiz çıxılmaz vaxtlarda dialoqu yenidən başlatmaq üçün hansı yaradıcı yanaşma edə bilərik? Əgər autizm uşaqlardan söhbət gedirsə, onlarla ünsiyyət qura bilmirsinizsə, məsələn, onlar sinifdə hansısa bir aşırı dərəcədə həssaslıq göstərirsə, davranış pozuntusu göstərirsə, onlara biz yanaşma tərzimiz, əgər onları danlamaq, onların üzərinə getmək, onlara effekt verməyəcək, onları sakitləşdirmək. Çünki bu cəmiyyət daxilində baş verən bir prosesdir. Əgər seans otağında baş verirsə, başqa metodlardan istifadə edirik. Əgər cəmiyyətdə istifadə olunursa, əgər cəmiyyətdə bu uşaq özünü bu formada aparırsa, orada bizim yanaşma tərzimiz daha fərqli olmalıdır. Yəni ki, uşağın o səbəbini araşdırmalısınız ki, orada özünü niyə aparır, onun kökü nədən asılıdır və o kökə siz təsir göstərməz. Onun orada hansı təkan verdi, ona nə təkan verdi ki, bu burada birdən-birə emosionallaşdı və yaxud da ki, impulsivliyi artdı, davranışı pisləşdi. Siz o səbəbi orada aradan qaldırmağına köməklik göstərməlisiniz və zamanla uşaq sakitləşəcəkdir. Onlara uyğun olmaqların məsləhəti. Əgər bu uşağın davranışında problem yoxdursa, ortaq diqqətləri yaranıbdırsa, bu uşaqların nitqi varsa, özlərini ifadə etmək bacarıqları varsa, özlərini parti arxasında idarə etməyi bacarırsa,
Yəni ki, onların sinif daxilində diqqəti varsa, bu uşaqları inklüziv təhsillə, indiki təhsil sistemimizdə mövcuddur. Bu uşaqlar inklüziv təhsillə, normal məktəblə, normal uşaqlarla təhsil ala bilərlər. Amma bunu bu səviyyəyə gətirib çatdırmaqlarında bu xüsusiyyətlər o uşaqlarda olmalıdır ki, o gedib parta arxasında ən az 2 dərs, yəni onların 4 dərs oturmaqlarını da gözləməsək elə, ən azı 2 dərs parta arxasında, 3 dərs. Təlim görən uşaqlar əsasən 3 dərs və yaxud da ki, daha çox otura bilirlər parta arxasında düzgün təlimlərdə. Yəni ki, əgər bu uşaqlar parta arxasında oturursa, müəllimin təlimatlarını anlayırsa, tapşırıqlarını yerinə yetirməyi bacarırsa, özünü ifadə edə biləcək səviyyədə nitqi varsa, heç bir belə deyək də, əlavə çıxışları, əlavə zərər verici davranışları yoxdursa, bu uşaqlar inklüziv təhsillə normal məktəblərdə təhsil ala bilərlər. Necə ki, bizim hal-hazırda mənim özümün tələbələrimdən bir çoxu artıq normal məktəblərdə inklüziv təhsillər başlayıblar, çox şükür. Aciz insanların bəzi bacarıqları normal insanlara müqayisədə daha üstün olduğunu müşahidə etmişəm. Bunun xüsusi bir səbəbi varmı? Bəli, autizm olan uşaqlarda onların maraq dairəsi bir yönümlü olurlar. Məsələn, biz bir neçə maraq dairəsinə fokuslana biliriksə, onlar əksərən bir yönümlü maraq dairəsinə sahib olurlar və bu sahib olduqları tək maraq dairəsi olduğu üçün bu maraq dairəsinə daha geniş, daha ətraflı məlumatlar toplaya bilirlər, daha üstün, onu daha yuxarı səviyyəsində belə deyək ki, inkişaf etdirməyi bacarırlar. Onlar o özlərini orada sakitləşdirdiyi üçün onunla daha çox vaxt keçirirlər və bu da onların təməl xüsusiyyətlərini daha yaxşı, yəni digər yaşıdlarından daha mükəmməl səviyyədə öyrənməsinə və tətbiq etməsinə şərait yaradır. Bu cür şagirdlərdə kriz anı başlayarkən digər şagirdlərin təhlükəsizliyini və dərsin gedişatını qorumaq üçün ilkin addımımız nə olmalıdır? İlkin addımımız ondan ibarətdir ki, belə deyək, əgər bu uşaq artıq qışqırmağa, vurmağa başlayırsa, bunu siz təlimçilərinlə məsləhət almalısınız ki, bu uşaqlar, məsələn, mən öz işimdən deyə bilərəm ki, yəni bunu siz də əsas götürüb, o uşaqların pedaqoqları ilə də məsləhətləşib, belə bir yol izləyə bilərsiniz. Bəzən olur ki, bu uşaqlar kriz yaşayırlar. Bu kriz səbəbi nədir? Hansı bir uşağın bunun əşyasını götürməyi, yəni o bir qələminin belə götürülməyi, onun üçün bir eşidir, yəni onu paylaşmaq istəmirsə, bu onun krizisini yarana bilər. Yəni burada müəllimə biraz həssaslıq olmalıdır və o nəzarətdə saxlamalıdır ki, bu uşaqlar sinif daxilində nə edirlər, bunlar nə təsir göstərir, yəni digər uşaqlar bunları qıcıqlandıracaq hansısa bir hərəkət eləyirlərmi? Yəni ki, o uşaqlarda əsasən əgər məktəb yaş devrində gəlib satıblarsa və otaq daxilindədirlərsə, onlar müəyyən bir yol keçib ora gəlirlər. Yəni o uşaqlara artıq belə deyək də, o problemi çözmə yolu da o uşaqlara öyrədilməlidir. Əgər öyrədilməyəbsə, siz artıq pedaqoqla məsləhətləşməlisiniz ki, buna bir çıxış yolu deyin ki, o kriz olanda necə olur? Məsələn, mənim uşaqlarımda olubdur ki, krizis anında onlar özləri bir söz seçirik. Əgər o söz gəlirsə, artıq bizim yadımıza düşür ki, biz sakitləşməliyik. Bu, hər hansısa bir söz ola bilər, onun sevdiyi bir əşyanın adı ola bilər, yeməyin adı ola bilər, hansısa bir aksesuar ola bilər ki, məsələn, bu qışqırır, ağlayır, heç bir söz ona təsir göstərmir. Amma pedaqoq ona öyrədir ki, mən sənin əlindən belə tutsam, biz sakitləşəcəyik, dərin nəfəs alacağıq kimisindən metodlar öyrədilir ki, o uşaq o kriz anını yönətməyi bacarsın. Yəni, o kriz artıq onun özündən asılı olmayan bir davranış pozuntusudur. Yəni, o aktivləşir, coşur, özündən asılı. Çünki onun istəmədiyi bir proses başlayıb və ya onun istəmədiyi bir hərəkət ona olunur. Və ya da ki, istənmədiyi bir şey, yəni o mütləq ki, onun bir səbəbi var. Birinci biz onu sakitləşdirməyə çalışırıq və nəzarət edirik ki, görək bunun yaranma səbəbi nə oldu? O səbəbi aradan qaldırmağa çalışırıq ki, o, belə deyək, daha da sakitləşməyə başlasın. Salam, hazırda oğlumun 6 yaşı var, amma tam olaraq spektr pozuntusu diaqnozu qoyulmur. Tam psixiatr həm diaqnozu qoydu. Bu irəli yaşlarda tam sağala bilər. Hazırda təlimlər müalicə gedir. Salam xanım, hər vaxtınız xeyir olsun. Allah qorusun balanızı da. Spektr pozuntusu qoyulmur. Yəni, bu həkim tərəfindən qoyulmur. Düz başa düşdümdə mən sizi. Əgər spektr pozuntusu qoyulmursa, amma bunun davranışlarında zəhər, yəni diqqət əksiliyik. Bir pozuntusu varsa, bəli, pozuntusu alın, açılır. Yəni uşaqda başqa bununla yanaşı başqa bir problemi yoxdursa, sadəcə zəhər problemi qoyulubdursa, bəli, zəhər problemi tamamilə təlimlərlə, müalicələrlə aradan qaldırıla bilir. Yəni, bu çox xüsusi təlimlər var ki, bu təlimlərlə yanaşı siz o problemi həll edə bilərsiniz.
Yəni çox güclü elmi əsaslı təlimlər var. Bu təlimlərdən biri attentionlardır, ondan sonra korreksiya edici təlimlərdir, aktivlik təlimləri, aktiv yəni ki, o uşağa hansısa bir aktiv təlimlər keçirilir ki, öz davranışlarının idarə etsin, diqqətini toparlasın. Yəni psixoloqlar bu üzərində işləyirlər. Yəni nəticələr, yəni sırf sadəcə yenə deyirəm, səhətdirsə, bəli, səhət diaqnoz qoyulan uşaqlar daha düzəlirlər və cəmiyyətə qarışırlar. Onlar normal həyatlarına davam edə bilirlər. Yəni 6 yaşında 6-7 yaş aralığında bəzi diaqnozu qoyula bilər. Yəni o problem də aradan qalxan bir problemdir. Başqa kiminsə sualı varsa, sualınızı verə bilərsiniz. Bacardığım qədər sizə dəstək olaram. Bir də ətrafınızda və yaxud da ki, burada olan kimlərdənsə məsələn, narahatlığınız var ki, bu uşaqda autizm ola bilər. Yəni ki, bu uşaqda mən hiss edirəm ki, autizm var. Mənim tərəfimdən tətbiq olunan test var ki, bu test vasitəsilə biz deyək ki, bu autizmin səviyyələrini bilə bilirik. Telefon bağlanmağı olan əsəbi uşaqlarda bu bağlanmağı necə aradan qaldırmaq olar? Bəli, bu çox qlobal bir məsələdir, çox çətin, belə deyək, aradan qalxan bir məsələdir. Nəyə görə? Çünki bu uşaqları zaten ən zəif nöqtələri ekran bağımlılığıdır. Yəni, bu uşaqlar körpə yaşlarından bəlkə də elə autizmin aşırı dərəcədə çox, məsələn, yüksək səviyyədən orta səviyyə və yaxud da ki, ağır səviyyə keçmə səbəblərindən biri deyə bilərdim mən sizə. Çünki valideynlər uşaqlarının o inklüzivliyini, o davranışlarını, o hərəkətlərini idarə etmədə çətinlik çəkirlər və ən asan çox təəssüf ki, telefon verirlər və yaxud da ki, valideyn olmur, nənəsi olur, babası, yəni ailə üzərindən kimsə olur ki, uşağa telefon verirlər ki, qoy orada rahat olsun, sakit olsun. Yəni, bu edilə biləcək o uşağa ən böyük ziyandır, ən böyük, belə deyək də, mənfilikdir ki, o uşağa biz eləyirik. Ona görə çalışın ki, uşaqlarınızı istər autizm olsun, istər zəhəb olsun, yüz zəngin olsun, hər hansı bir problem olsun, heç bir problemi olmasın, tam sağlam evladınız olsun, telefon, televizordan uzaq saxlayın. Nəyə görə? Çünki orada uşaqların baxdıqları videolar həqiqətən təhlükəli videolardır. Uşaqlarda sırf davranış pozuntusuna belə səbəb olan videolarla qarşılaşırlar. Əsas onu da vurğulayım ki, uşaqlarda 2 yaşına kimi 0 ekran olmalıdır, 0 ekran. Ümumiyyətlə, bu uşaq kompüter, telefon, televizor heç nəyə baxmamalıdır. Bu 2 yaş, yəni ki, sərhəddir, yəni ki, bura kimi olmamalıdır, baxmamalıdır. 2 yaşından sonra isə nəzarətlə baxmalıdır, yaşına uyğun hansısa maraqlı cizgi filmlərə, öyrədici videolara və çalışın ki, hansı dildə danışılırsa, uşaq evdə hansı dildə danışırsa, o dildə olan videolara baxsın. Azərbaycan dilindəsə, Azərbaycan dilində kifayət qədər nağıllar var, şeirlər var, öyrədici videolar var. Düzdür, əvvəllər yox idi. Artıq bu sahə üzrədə az da olsa bir hərəkətlilik var bizdə də. Ona görə də çalışın 2 yaşından sonra sadəcə nəzarətlə gün ərzində 15 dəqiqə, 20 dəqiqə aralığında verərsiniz. Əgər autizmli uşaqda telefon asılılığı varsa, bu ilk öncə bu uşaqlarda saatlar yavaş-yavaş azaldılmalıdır. Birdən birə də əlindən alıb bu uşağı boşluğa ata bilmərsiniz. Onun da aqressiyanın da yaranmağına səbəb ola bilər. Amma əgər az baxırsa və ümumiyyətlə dayandırırsınızsa, ki, yarım saat asılılıq olanda yarım saatdan çox baxır, amma yenə də məsələn az baxanlar da ola bilər. Onlar əgər uşaqdan telefonu alırsınızsa, mütləq ki, o telefonu əvəzləyən bir məşğuliyyət tapmalısınız o uşağa. Yəni, telefonu aldım, oturan iş özü üçün elə bir dünyada yoxdur. O uşaqlara mütləq ki, onu əvəz edən bir məşğuliyyət tapmalısınız. Bu parkda gəzinti ola bilər, bu ata ilə, ana ilə oyun saatı ola bilər, rəngləmə saatı, plastilin saatı. Yəni, o qədər çox aktivlik var, o qədər çox məşğuliyyətlər var, oyunlar var. Yəni, mən düzdür, çox danışdım. Oyunlardan bir ikisini sizə göstərmək istəyirəm ki, diqqətlə bağlı olan oyunlardan. İndi onları da göstərərəm sizə. Yəni ki, burada o asılılıq yavaş-yavaş azaldılmalıdır, nisbətən yavaş-yavaş azaldılmalıdır, məhdudiyyətlər qoyulmalıdır. Məsələn, vaxtla verilməlidir, vaxt tamam olsun, təslim etməlisən, qaydalara riayət olunmalıdır, ardıcıllıq olmalıdır. Yəni, onun davranışında stabillik olmalıdır. Gündə, məsələn, yeməkdən sonra 10 dəqiqə baxacaqsan, sonra mənə
verəcəklər. Biz gedəcəyik parka, yəni o vaxtını ona uyğun ayarlamalıdır. Sonra yavaş-yavaş artıq 10 dəqiqədən 5 dəqiqəyə, 5 dəqiqədən artıq bizim telefonumuz olmayacaq. Biz yemək yeyib həyətə gedəcəyik. Bu formada yavaş-yavaş siz ondan o artığı azalda bilərsiniz. Amma mütləq ki, bir rutinləriniz olmalıdır, ardıcıllıq, davamlılıq olmalıdır. Bugün aldım, sabah verdim, o birisi gün vermədim. Birisi gün toya getdi, orada mənə məraət etdi, verdim, qonaq gəldi, verdim. Amma qonaq getdi, sabahsı gün vermədim. Kimi pozğunluqlar o uşaqlarda artığı keçməni maneəsiz törədəcək. Buna görə davamlılıq əsasıdır. Bu şagirdlərdə qrup işləri ya da sual cavab zamanı öz növbəsini gözləməyi hansı metodla aşlaya bilərik? Bunu siz oyun metodları ilə aşlaya bilərsiniz. Demək, əgər xanım bağışlayın deyəsən, sizin sualınız yuxarıda qaldı. Sən Zərfə xanımın sualına cavab verim, sizin sualınıza cavab verəcəm. Demək, uşaqlarda qrup işləri ya da sual cavab zamanı öz növbəsini gözləməyi biz oyun metodlarından öyrədə bilərik. Bu sıra gözləmə oyunları, məntiq oyunları öz sırasını aşlayırıq ki, mənim sıram, indi bunun sıra, indi bax ki, digər uşağın sırasıdır. Bu formada yavaş-yavaş oynayaraq öyrədə bilərsiniz ki, bu hər hansı bir oyunla, birinci uşağın sevdiyi oyunlarla və çalışın ki, o öz sırasını gözlədikdə ilkinlərdə siz onu təşviq eləyəsiniz, həvəsləndirəsiniz ki, afərin, sən gözlədin. Uşaqlar ona motivasiya verə bilər ki, aha, o gözlədi. Sonra yavaş-yavaş artıq o Türklər düzdür, pekişdiricidən deyirlər, Türklər ona və Türklər bunu çox istifadə edirlər. Bəlkə də siz də qabaqlaşmış bularsınız. Mən onun çox tərəfdarı deyiləm. Bir dəfə, iki dəfə onu motivasiya eləyəndən sonra artıq o qaydalara uyğun özünü idarə etməyi bacarmalıdır və hər şeyin sonunda götürüb oyun uşaqda gözləməməlidir. Ona görə ilkin etapda tərifləyirsiniz, onu motivasiya edirsiniz. Artıq vərdiş yaranandan sonra isə siz onu artıq yaranı afərin, oyunun sonunda kim qazandı, onu təbrik edirik. Bu formada. Bir də bu sual var. İldə Rufanə xanımın sualları. Sindromu bəs nə üçün qızlarda daha çox rast gəlinir? Bu sindrom haqqında nəsə deyə bilərsinizmi? Bəli, necə ki, autizm spektr pozuntusu, Rett sindromu da qızlarda daha çox rast gəlinir, oğlanlarda olmur. Bu da eyni səbəbdə genlərlə bağlı olan bir problemdir ki, bu uşaqlarda daha çox rastlanır. Orada genlərdə dəyişən genlərdə və yaxud da ki, gendəki zəiflik olarsa, bu qız uşaqlarında çox təəssüf ki, daha çox rast gəlinən bir problemdir. Amma ki, Rett sindromunun yanaşı, orada əgər bir problem varsa, bəzən olur ki, Rett sindromunla yanaşı bu uşaqlarda inkişaf problemləri də olur. Lakin onlar da erkən müdaxilə və təlimlər nəticəsində yaxşı səviyyələrə gəlib çata bilirlər. İlk hansı əlamətlərdən autizm müəyyən etmək olar? İlk olaraq uşaqlarda autizmin ilkin əlamətləri göz kontaktlarının zəif olmağıdır. Onlar göz kontaktı qoymaqdan çəkinirlər, göz kontaktına girmək istəmirlər. Əsas səbəblərindən biridir. Bundan əlavə isə bu uşaqlarda stereotip davranışlar olur ki, bunlar sevinəndə çırpma davranışıdır. Oyuncağı məqsəd yönsüz istifadə etməsidir. Maşını sürmür, maşının təkərindən oynayır. Fırlanan əşyalara çox maraq edir, meyil eləyirlər ki, orada fırlanır və təkrarlayıcı hərəkətləri çox olurlar. Sosial mühitlərdən kənar qalırlar, uşaqlar qruplaşıb oynayır. O oynanmır, sadəcə məsələn kənar qalır, nitq gec açılır, uşaqların nitqi gecikir. Yəni bu kimi ilkin əlamətlərdən artıq müşahidə eləyib 2 yaşına qədər lap əvvəllər belə deyək, 2000 hardasa 20-ci illərin əvvəllərində autizmi 3 yaşında təsdiqləyirlər. 3 yaşına kimi autizm diaqnozunu qoymurdular, təsdiq etmirdilər ki, 3 yaş tamam olanda autizm diaqnozu qoya bilərik. Amma inkişaf etdikcə hər şey daha yaxşı belə deyək də, inkişafda getdikcə artıq 18 ay, 24 ay, yəni 1 yaş, 6 ay aralığından 2 yaş aralığında artıq autizmin ilkin əlamətləri görünməyə başlayır və həmən aylardan da müdaxilə olunub təlimlərə başlanılarsa, effekti daha yaxşı olur deyə bilərəm. Yəni ki, bu devirdə beyin inkişafı daha elastik olduğu üçün biz onları təlimə daha yaxşı nəticələri verə bilirik. Amma yuxarı yaş qrupunda gələndə, körpə yaşında yüngül olan uşaqlar belə yuxarı yaş qrupunda gəlirlər, biz orada edə biləcəklərimiz daha az olur və verə biləcəyimiz nəticələrimiz daha az olur. Sinifdəki digər şagirdlərə autizm onların qorxmayacağı və empatiya quracağı bir-birinə necə izah edə bilərik? Sinif hansı yaş qrupu? Yəqin ki, ibtidai sinif yaş qrupunu nəzərdə tutursunuz.
hər uşaq yaş qrupuna özlərinin başa düşə biləcəyi səviyyədə onlara başa salmalısınız. Uşaq yaş qrupunda olanlar, tutaq ki, 1-ci və 4-cü siniflər, iqtisadi siniflərə bu uşaqlara daha çox emosional yönümdən, şəkillərlə, slaydlarla bu uşaqların dünyasını aşılaya bilərsiniz ki, onlar da sizin kimi bir uşaqdır. Sadəcə onlara biz anlayışlı olmalıyıq bu kimi. Yuxarı sinif uşaqları isə onlar dünyanı daha yaxşı anlayırlar, daha yaxşı dərk edirlər, onlar daha çox fərqindədirlər və onlara daha real nəticələrlə, real görünüşlərlə, məsələn, öz yaşıdakı qruplarından hansı çətinlikləri üzləşdiklərini göstərməklə onlara başa sala bilərsiniz. Empatiya qurmağı onlara öyrədə bilərsiniz ki, qarşıdakı insana empatiya qursun, onların ailə vəziyyətindən danışa bilərsiniz ki, onlar onların asanlıqla əldə etdiyi hər hansısa bir xüsusiyyəti autizmli uşaqlar onlardan 2 qat, 3 qat, 4 qat daha çox belə deyək ki, çətinliklə əldə edirlər. Onları izah edə bilərsiniz ki, onlara qarşı daha anlayışlı və daha duyarlı olmağı bacarsınlar. Siz sağ olun, mənim üçün də xoşdur. Əgər başqa suallar varsa verə bilərsiniz, yenə də deyirəm. İstəsəz, məsələn, şəxsidə də əlaqə saxlaya bilərsiniz, nömrəmi götürə bilərsiniz. Yəni, nə vaxt nəsə lazım olarsa, əlimdən gələn köməkliyi hər birinizə göstərməyə hazıram. Suallar yordum biraz sizi, bu suallar var, autizm uşaqları təxmin neçə müddət sonra nəticə almaq olar. Yox, yormursunuz, xoşdur, mənim üçün xoşdur. Əslində, mənim üçün daha xoşdur sualların olmağı. Çünki nəzəriyyə haqqında məlumat veririk, gedişat haqqında məlumat veririk. Bunlar hamısı ümumi bir anlayışdır. Yəni ki, bu ümumi 100 nəfərə, 1000 nəfərə aid olan xüsusiyyətlərdən mən sizə məlumat verirəm. Amma sizin suallarınız sırf sizə aid olan mövzular, yəni sizin şəxsi uşaqlara belə deyim, inkişafına aiddir. Onlara mən daha rahat, daha geniş məlumatlar sizə verə bilirəm. Demək, autizmli uşaqlarda təxmini neçə müddət sonra nəticə almaq olar. Autizmli uşaqlarda ilkin nəticəni 3 ay ərzində siz görməyə başlamalısınız əslində. Yenə deyirəm, burada uşağın dərəcəsi çox mühümdür. Yəni ki, o ağırlığı orta yüngüldürsə, o da dəyərləndirməlidir. Əgər autizmin yanında diqqət əksikliyi və ya davranış pozuntusu, intellekt zəifliyi əgər yoxdursa, biz 3 aya nəticələr əldə edə bilirik. Əgər intellekt zəifliyi varsa, artıq burada mütəxəssis başqa bir yanaşma olmalıdır ki, o uşaqdakı o intellekt zəifliyi aradan qalxmalıdır. O, belə deyək də, anlama, qavrama çoxalmalıdır, analiz etməsi yaxşılaşmalıdır. Biz ona daha yaxşı, belə deyək də, köməkli göstərə bilərik. Çox sağ olun, hər şey üçün çox maraqlı idi. Siz sağ olun, mənim üçün də çox maraqlıdır, çox xoşdur. Hər birinizi burada görmək mənim üçün də çox xoşdur. Əgər yenə də nəsə köməkliyim lazım olarsa, İlhamə xanımdan götürə bilərsiniz. Yəni, sadəcə İlhamə xanımın adını verməyiniz, qrupun adını verməyiniz mənim üçün kifayət olacaqdır. Nə köməkliyim dəyəcəkdirsə, sırf yəni bugündən kifayətlənməyim. Nəsə bir köməkliyim dəyəcəksə, tam təmənnasız mən sizlərə həm məlumat verməyə, həm yol göstərməyə, istəmək göstərməyə hazıram. Bəli, çox xüsusilə İlhamə xanıma bu seçdik ki, məhz bu günləri maarifləndirmə günüdür. Biz də səsimizin çatdığı qədər, gücümüzün çatdığı qədər sizlərə məlumatlandırmağa çalışdıq. İnşallah ki, həqiqətən faydalı olmuşdur, nələrsə işləyib olmuşdur. Yenə də siz sağ olun, Səkinə xanım. Çox sağ olun, Turanə xanım, geniş məlumatlandırdığınız üçün. Çox faydalı oldu. İlhamə xanım sizə də təşəkkür edirik belə təlimlərlə kömək olduğunuz üçün. Biz təşəkkür edirik Zərifə xanım. Mən də öz növbəmdə sizlərə təşəkkür edirəm. Əməkdaşlığımız daimi olsun, güclü olsun, davamlı olsun. Təşəkkür edirəm zamanınızı ayırdığınıza görə. Minnətdaram. Başqa suallar olan varsa vurğulaya bilər, yoxsa yavaş-yavaş yekunlaşdıraq. O zaman gecəniz xeyrə qalsın. Növbəti təlimdə bu həftə sonu görüşənədək şənbə günü. Kimlər ABA qrupda yoxdursa, aşağıda əlaqə nömrəm var. Yazsın mənə, onu qrupa əlavə edim. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın. Çox sağ olun. Xoş olun. Hər birinə təşəkkürümü bildirirəm. Mən də təşəkkür edirəm. Minnətdaram. Gözler başka. Ne varsa.